Newcastle Çempionlar Liqasının play-off mərhələsinin ilk oyununda Qarabağı məğlub etdi, 6-1. İngiltərə təmsilçisinin baş məşqçisi Eddie Howe oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı. Buraxdığınız qol haqqında nə deyə bilərsiniz? Qapıçı buna görə kədərləndi. Müəyyən boşluq buraxdıq. Bu çatışmazlıqları aradan qaldırmalıyıq. Penalti epizodları ilə bağlı nə deyə bilərsiniz? Bu haqda ancaq epizodları incələdikdən sonra danışa bilərik. Komanda çox yaxşı səfər oyunu keçirdi. Azarkeşlərlə birlikdə İstər ev, istərsə də səfər onda, azarkeşlərimizin dəstəyini hiss edirik. Onlarla çox yaxşı anlarımız olub. İkinci hissədə birinci yarıdakı performansı sərgiləyə bilməməyinizin səbəbi nə idi? Qarabağın təzyiqi, yoxsa yorğunluq? Deyərdim ki, ikisinin qarışığı. Həm Qarabağ topla daha çox vaxt keçirdi, həm də yorğunluq var idi. Püşkdə bəxtinizin gətirdiyini düşünürsünüzmü? Asanlıqla qələbə qazandınız. Yox, belə düşünmürəm. Qarabağ çox keyfiyyətli komandadır. Qalib gəldik, lakin Qarabağ zəif deyil.